Anları ona görə bəyənmirdilər. Hüseyni başqa şeyə görə bəyənmirdilər. Çünki Hüseyn öz varlığı ilə onların 4 nəfər, 3 nəfər elədiyini Hüseyn tək eləyirdi. Onlar o qavaya bilmirdi. İstedad paxıllığı. Hüseyn çox istedadlı adam idi. Hüseyn anardan da istedadlı. Hüseyn Əliağa Vahidin səhv eləmirəmsə çayxanasında çay verən olub. Bütün meyxanaçılar orada yığışırdı. Hüseyn orada çay verən olub. Neçə illər o şeiriyyata Hüseynin, yəni anlayışlı adam olubdu Hüseyn. Düzdür, o da şən repə daha çox şey verdiyi kimi, amma onun da qələmi çox güclü idi, çox güclü. Qulaq asanlar, dinləyənlər bilir. İndi fürsətdən istifadə edib ən çox bunu danışmaq istəyirdim ki, indiki repçilərin, gənc repçilərin çoxsu başlayıblar onu kritika eləməyə, Hüseyni. Ki, onun repi meyxanaya oxşuyurdu, onun repi rakkaçiko, çikodur. Halbuki belə deyil. Kim necə istəyir, onu elə də qəbul eləyir də. Hüseynin repdə qoyduğu izi unutmaq düzgün deyil. Onun haqqında nəsə danışmaq da heç kimin haqqı deyil. Bu mənim şəxsi fikrimdir.